Əziz bacılar və qardaşlar, bu günləri çox gözəl görsənirsiniz. Və bilirsiniz, hər birimiz Rəbb üçün önəmliyik. Rəbb bizi sevir. Və bunu o öz əməlləri ilə təsdiq edib, öz həyatı ilə təsdiq edib. Və ona görə də bu günləri həmin Rəbbin adı ilə hər birinizi salamlayıram. Bilirsiniz, həyatda elə vaxt olur ki, biz bir cür istəyirik, amma başqa cür alınır. Yadıma gəlir belə bir filmdən süjet. Kimsə baxıb bəlkə də Əsgər Atası filminə. Baxmısınız? Orada bir gürcü bir yaşlı bir insan öz oğlunu gedir axtarmağa və elə alınır ki, özü sonra əskər olur orada. Onu axtara-axtara özü də əskərlik edir. Və hətta elə bir yerə gəlib çatır ki, onlar gəlirlər artıq Berlinə çatırlar və Berlinin girişində balaca bir kənddə sizcə o nə ilə rastlaşır? Üzüm ağacı ilə. Əlbəttə ki, ona çox yaxın olan, çünki gürcülər bilirsiniz də, üzüm çox əkirlər, bilirlər nə deyirlər. Və orada belə bir məqam görür ki, bir tankist öz tankı ilə başlayır o üzümlüyü tapdalamağa. Əlbəttə ki, o gürcü dözə bilmir buna, özünü atır onun qabağına ki, sən nə edirsən, dayan. Saxlayır o boyda tankı, orada çıxır oradan deməli bir leytinat, deyir ki, nə edirsən, çəkil qırağa, deyir, olmaz. Sən nə edirsən? Deyir, necə nə edirəm? Gedirəm yolumla. Olmaz deyir. Sən deyir, niyə görə üzümü deyir, tapdalayırsan? Axı deyir, o canlıdır. Sən deyir, onu əkmirsən? Sən onu deyir, becərmirsən? Sən onu sulamırsan? Yox. Sən deyir, ancaq deyir, üzümü yeməyi xoşlayırsan. Və həyatda da eləncə olur ki, həqiqətən də bir çoxları yalnız istəyirlər neyəsə götürsünlər, amma etmək heç nə istəmirlər. Və yaxud tərsinə. Müqəddəs kitabda belə bir ayə var. İnsan nəyi əkərsə, onu da biçər. Gəlin birlikdə Qalatiyalılara 6-cı fəsil 7-ci ayədən 10-cu ayədək oxuyaq. Düzdür, ola bilər ki, mən oxuduğumla burada biraz fərqlənsin, çünki ayrı-ayrı tərcümələrdir, amma mənası eynidir. Aldanmayın. Allaha istehza edilməz. İnsan nə əkərsə, onu da biçər. Öz cismani təbiəti üçün əkən cismani təbiətdən çürümə biçəcək. Ruh üçün əkən isə ruhdan əbədi həyat biçəcək. Yaxşılıq etməkdən yorulmayaq. Çünki ruhdan düşməsək, vaxtında biçəcəyik. Buna görə də fürsətimiz olduğu müddətdə hamıya yaxşılıq edək. Xüsusilə iman ailəmizə mənsub olanlara. Amin. Əziz bacılarım və qardaşlarım, bu hər birimizə tanış olan bir prinsipdir. İnsan nəyi əkirsə, onu da biçir. Bu yalnız kənd təsərrüfatına aid deyil. Bu həyatın bir prinsipidir. Əlbəttə ki, indi mən üzümlükdən dedim. Əgər bir insan üzüm əkibsə, sizcə bir xeyli vaxtdan sonra ondan alma götürə bilərmi bar kimi? Və yaxud tərsinə, əgər buğda əkirsə, sonra o pomidor, xiyar götürə bilərmi oradan? Əlbəttə, neyi əkirsə, onu da biçəcək. Amma ruhani həyatımızda bəzən bu prinsipi biz pozmaq istəyirik. Həyatda elə vaxt olur ki, biz qıcıqlanma əkə bilərik. Sonra isə biz istəyirik ki, sülh biçək. Laqeydlik əkə bilərik. Sonra isə yaxın münasibət istəyirik özümüzə. Tənqid əkə bilərik. Sonra da insanların niyə bizə etibar etmədiyini təəccüblənirik. Həvari Pavel çox ciddi bir şəkildə deyir. Aldanmayın. Allaha istehza edilməz. Bilirsiniz, hər birimiz həyatda nəyisə əkirik. Müqəddəs kitab deyir ki,
Allahı aldatmaq mümkün deyil. Əlbəttə ki, biz insanlar başqalarını aldada bilərik. Hətta sizə deyim ki, elə vaxt olur ki, biz nəyəsə inandırırıq özümüzü və o aldadığımız şeyi onu da inanırıq. Öz-özümüzü də aldadırıq. Amma Allah qarşısında yalnızca saxlayın ki, bizim həyatımız açıqdır. Həvari Pavel deyir, insan neyi əkərsə, onu da biçər. Maraqlıdır ki, Həvari Pavel demir ki, əgər istəyirsinizsə, əkə bilərsiniz. O demir elə. Xeyr, biz artıq əkirik və diqqət yetirin, hər gün əkirik. Əgər biz bir insanla danışırıqsa, biz nəyisə əkirik. Onun səhvinə münasibət bildiririksə, artıq biz nəyisə əkirik. Xidmət edəndə biz nəyisə əkirik. İnciliyimizə görə xidmətdən imtina edəndə də biz nəyisə əkirik. Bir insana dəstək olanda, onun üçün dua edəndə, onun zəif olan vaxtında ona dəstək olanda, onda da biz nəyisə əkirik. Hətta elə düşündüyümüz zaman ki, heç kim bizim etdiklərimizi görmür. Deyirik ki, biz edirik, bunu heç kim görmür, heç kim qiymətləndirmir. Amma biz yenə də o zaman əkirik. Bilirsiniz, belə bir əhvalat var iki qardaş haqqında. İki qardaş bir məbədə gəlir və hər biri, əlbəttə ki, 5 barmağın 5-i də bir olmaz deyə, hər birinin bir xüsusiyyəti varmış. Biri yalnız daim hər bir adamda, hər bir şeydə çatışmazlığa baxır. Toplantıya gəlir və düşünür, yenə də nəsə düzgün deyildi. Müjdədən sonra deyir, bunu yaxşı daha etmək olardı. Xidmətdən sonra deyir ki, niyə görə bunu məsələ belə elədilər? Yəni, bu insan yalnız problem görür və dərhal başqalarına o problem haqqında başlayır danışmağa. Amma başqa bir qardaş eyni problemləri bəlkə görə bilər. Amma o, xidmət edən qardaşa yaxınlaşıb deyir ki, mən görürəm ki, sizin üçün çətindir. Mən sizə necə kömək edə bilərəm? Fikirləşin, görün, necə münasibət yanaşır. Hər ikisi eyni, bəlkə də vəziyyətdən görür. Amma onların fərqi o toxumları əkməkdədir. Birinci insan tədricən öz ətrafında narazılıq mühiti yaradır. İkinci insan isə dəstək mühiti. Ən maraqlısı isə budur ki, həyatda məhsul dərhal görünmür heç vaxtı. Heç kim bir tənqidi sözdən sonra qarşısında böyük bir tənqid tarlası görməyəcək. Amma tənqid vərdişə əgər çevrilərsə, illər keçdikdən sonra artıq sevinç tapmadıqda, etibar etmədikdə və yaxşılığı görmədikdə çətinlik çəkən bir insan ortaya başlayır çıxmağa. Əgər insan illərlə başqasına başlayır dəstək verməyə, onun üçün dua etməyə, kömək etməyə, zəiflik vaxtlarında ona dəstək olmağa, o insanın ətrafında tədricən tamam fərqli bir mühit başlayır formalaşmağa. Çox vaxt bir çoxlar deyir ki, axı mən heç nə etmirəm. Biz düşündüyümüzdən çox vaxt çox şey edirik. Hər əkin dərhal məhsul vermir. Pavelin dediyi ən vacib fikirlərdən biri var. 9-cu ayədə deyilir, yaxşılıq etməkdən yorulmayaq. Çünki ruhdan düşməsək, vaxtında biçəcəyik. Sizcə, Pavel bunu niyə deməli oldu? Çünki insan yaxşılıq edə bilər və uzun müddət o bəlkə də nəticəni görməyə bilər. Xüsusilə insanlara xidmət edənlər bunu yaxşı başa düşürlər. Gedirsən, başlayırsan danışmağa, xidmət edirsən, kömək edirsən, dəstək olursan, amma görürsən ki, bir nəticə yoxdur ortada.
Sən təbliğ edirsən. Amma insan sanki dəyişmir. Sən bir gənclə danışırsan, o isə gedir, yenə də eyni səhvi edir. Sən bir ailə üçün dua edirsən, amma baxıb görürsən ki, problemlər davam edir. Sən bir insana dəstək olmağa çalışırsan və görürsən ki, o sənə heç təşəkkür də etmir. Və bir anda belə bir fikir gəlir insana ki, mən ümumiyyətlə bunu niyə görə edirəm? Amma Həvari Pavel deyir ki, ruhdan düşməyin. Niyə? Çünki əkinlə biçin arasında yadınızda saxlayın, zaman var. Heç vaxt fermer toxum çəkdikdən sonra, bir gündən sonra gəlib deməz ki, ya Rəbb, mən dünən əkmişəm də, bəs məhsul hanı? Məhsul ver də mənə. Bəlkə də bugünkü gündə bir çox insanlar məhz belə yaşayırlar. Etdikdən sonra o saat məhsulu görmək istəyirlər. Amma Allah üçün hər şey başqa cür. Allah hər şeyi başqa cür qurub. Əvvəlcə toxum görürük ki, torpağa düşür. Sonra bir xeyli zaman keçir. Sonra düzəlti çıxır, bitki böyüyür və yalnız bundan sonra biz görürük ki, məhsul gəlir. Allah insanlarla münasibətdə də belə hərəkət edir. Biz bəzən nəticəni dərhal görmək istəyirik. İnsanla münasibət qururuq, danışırıq, başa salırıq, problemlərini çalışırıq onu həll etməyə və istəyirik ki, tez nəticə görək. Amma Allah bugün etdiyimiz xidmətdən istifadə edə bilər ki, illər sonra, bəlkə də illər sonra bir bəhrə olsun. Yadıma gəlir ki, burada bir-iki bacı qardaş mənə danışmışdılar ki, hansısa bir ailə üçün dua edirdilər və onlarla danışırdılar. İllər sonra keçdi və o insanlar imana gəldilər. Vaxt lazım idi. Düşən o toxum öz bəhrəsini verdi, amma öz zamanında. Xüsusilə insanların həyatına nə əkdiyimiz də çox vacibdir. Bilirsiniz, məbəddə bunun böyük əhəmiyyəti var. Çünki məbəd sadəcə toplaşdığımız bir yer deyil. Biz imanlılarıq, bir yerdə yığışırıq və hər birimizin öz münasibətimizlə başqa insanların həyatına nəsə edirik. Pavel iki növ həkin haqqında danışır. Öz cismani təbiəti üçün əkən, cismani təbiətindən çürümə biçəcək. Ruh üçün əkən isə ruhdan əbədi həyat biçəcək. Deməli, dağıntıya aparan bir əkin var və həyata aparan bir əkin var. Neyi əkəcəksənsə sən, onu da vaxt gələcəyi biçəcəksən. Əgər öz cismani həyatına sən əkəcəksənsə, onu da biçəcəksən. Əgər ruhani həyatı əkəcəksənsə, zaman gələcək, onu biçəcəksən. Buna görə də məsihçi həyatı yalnız mən nə istəyirəm sualdan ibarət deyil. Başqa bir suala da baxmaq lazımdır. Mən indi nə əkirəm? Bütün həyatımız boyu cismani şeylər əkib, sonra ruhani məhsul gözləyə bilmərik biz. İllərlə inciklik əkib, bir gün dərin münasibətlər əldə etməyi gözləyə bilmərik. Daim kilsəyə qarşı laqeydlik əkib, sonra kilsədə niyə yaxınlıq olmadığını soruşa bilmərik. Uşaqlarımıza daim qıcıqlanma və kobudluq əkib, sonra onlardan hörmət və məhəbbət tələb edə bilmərik. Amma yaxşı xəbər budur ki, bugün başqa cür əkməyə başlaya bilərik biz. Bəlkə biz dünən pis toxum əkmişik. Pis toxum səpmişik.
Amma bugün hələ bitməyib. Bugün biz kimdənsə üzr istəyə bilərik. Bugün biz kiməsə zəng edib, hansı ki insanla danışmırıq, inciliyimiz var, onunla söhbət edə bilərik. Bugün bir qardaşa və bacıya onun problemində dəstək ola bilərik. Bugün başqa bir insanı məhv edən şeyləri yaymaqdan əl çəkə bilərik. Bugün dua etməyə başlaya bilərik. Bugün yaxşılıq edə bilərik. Və Pavel deyir, yaxşılıq etməkdən yorulmayaq. Həqiqətən də çox vaxtı biz yaxşılıq edirik və görürük ki, nəticəsi tərsinə olur. Və burada deyirsən, ay Allah, axı, sən deyirsən, axı, nəyə əkərsən, bunu da biçərsən. Nəyə görə mən yaxşılıq edirəm, amma tərsinə laqeydlik görürəm, çox sağ ol demirlər mənə, hətta məni günahlandırırlar nədəsə. Axı, belə deyil axı bu həyatda. Niyə görə beləcək? Amma Rəbb deyir, yaxşılıq etməkdən yorulma. Sən yaxşılıq et. Əziz bacılar və qardaşlar, Qalatiyalara 6:7-də yalnız bu xəbərdarlıq deyil. Bu həm də bizim üçün bir dəvətdir. Allah bizə xatırladır ki, sizin həyatınızın əhəmiyyəti var. Sizin sözlərinizin, hər birinizin əhəmiyyəti var. Sizin insanlarla münasibətinizin əhəmiyyəti var. İnanın, bugün siz etdiyiniz xidmətin əhəmiyyəti var. Bəlkə də həqiqətən də bizim çox vaxt fikrimizə gəlir ki, axı mən niyə görə bunu edirəm? Bu qədər vaxt keçirdirəm, vaxt sərf edirəm, gedirəm harasa, kimlənsə görüşürəm, onunla söhbət edirəm, çalışıram nəsə etməyə. Bəlkə də biz bəhrəsini görməyəndə biraz əllərimiz düşür. Və deyirik, bunu niyə görə edirəm mən? Amma sən davam et. İnanın ki, sizin etdiyinizin xidmətin həqiqətən də əhəmiyyəti var. Və vaxt gələcək, bir gün siz o bəhrəni görəcəksiniz. Heç kimin diqqət etmədiyi bir insana necə münasibət göstərməyimizin əhəmiyyəti var. Ailəniz üçün etdiklərinizin əhəmiyyəti var. Və kilsədə necə xidmət etdiyimizin də hətta əhəmiyyəti var. Bəlkə bugün hələ məhsulu görmürük. Amma bu, heç bir şeyin baş vermədiyi demək deyil. Buna görə də, əgər bir məhsul görmürüksə, bar görmürüksə və çox vaxt deyirik ki, bu qədər biz çalışırıq, bu qədər biz edirik, bu qədər biz insanlarla münasibət qururuq. Niyə görə boş yerlər var? Niyə görə insanlar cavab vermirlər? İnanın ki, vaxt gələcək, məhsul özünü göstərəcək. Rəbb xeyir-dua verəcək. Hər şeyin sadəcə olaraq vaxtı var. Buna görə də yaxşılıq əkməkdən əl çəkməyin. Dua etməkdən əl çəkməyin. Sevgini göstərməkdən əl çəkməyin. Xidmət etməkdən əl çəkməyin. İnsanlara dəstək olmaqdan əl çəkməyin. Bağışlamaqdan çətin bir şey olan bir şeydir. Bağışlamaqdan əl çəkməyin. Və burada bir söz deyəcəm. Gənclərin həyatına sərmayə qoymaqdan əl çəkməyin. Çox vaxtı bir çoxları deyirlər, nə deyək, gəncdə, nə edirik, hələ biz varıq da, yox. Çalışın, gənc nəslə dəstək olun. Sabah onlar bizim davamçılarımızdır. Onlara dəstək olmalıyıq. Çünki bir gün biçim vaxtı gələcək və o zaman bizim nə əkdiyimiz görünəcək. İnanın, sizin zəhmətiniz boş olmayacaq. Siz öz bəhrələrinizi görəcəksiniz. Qoy Rəbb hər birimizə kömək etsin ki, biz hər birimiz yaxşı məhsul yalnız arzulamayaq. Hər gün özümüzlə düzgün və yaxşı məhsul əkək. Çünki sabah məbədimizin məhsulunun böyük ölçüdə olmağı üçün bugün bir-birimizin həyatına
hansı toxumları səkdiyimizdən çox asılıdır. Qoy Rəbb hər birimizə xeyir dua versin. Amin.